Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 4 Kasım 2025 Salı. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Eli. Bütün dinleyicilerimizi salamlayıram. Ali Bey, bugünkü notlara baktım da yine gündem epey hareketli. Daha dün bir rayonun icra hakimiyeti başkanının tutuklandığını konuşmuştuk. Bugün de bir rüşvet operasyonu haberi var ilk sırada. Bəli Özlem xanım, bu dəfə hadisə Bakının Qaradağ rayonunda baş verib. Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi bir əməliyyat keçirib. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə başqa vəzifəli şəxs rüşvət ittihamı ilə saxlanılıb. İcra başçısının yardımcısı yani. Dünkü yayından hatırlıyorum, bizdeki vali yardımcısı gibi bir pozisyon bu. Peki neden almışlar rüşveti? Notlara görə torpaq sahələrinin qeydiyyatı ilə bağlı vətəndaşlardan rüşvət alıblar. Məhkəmə qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilib. Bu xəbərin mənbəyi Meydan TV-dir. Yeri gəlmişkən onu da qeyd edim ki, Meydan TV daha çox müxalif mövqeli bir media orqanıdır. Pardon Ali, həbs qətimkan ne demek tam olarak? Yəni, məhkəmə prosesi başlayana qədər həbsdə qalacaqlar. Siz buna məncə ihtiyati tutuklama deyirsiniz. Ha, anladım. Tutuklu yargılanacaklar yani. Tam da bu haberin altına getirdiğin not çok manidar olmuş. Cumhurbaşkanı Aliyev, dürüstlük kalkınmanın temelidir demiş. Bəli, bu da Dayaz saytının xəbəridir. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxış edib. Çıxışında ölkənin inkişaf strategiyasının əsasının dürüstlük olduğunu vurğulayıb. Vurgulamış ama demek ki her yere ulaşmamış bu mesaj. Notlarda yine adliyeden bir haber var. Toplum TV davası diye. Orada bir gerginlik olmuş sanırım. Elədir. Toplum TV işi üzrə məhkəmədə təqsirləndirilən şəxslər hakimə etiraz ediblər. Onlar hakimi şahidlərin sözlərini təhrif etməkdə və demədikləri ifadələri onların adından danışmaqda günahlandırıblar. Vay, çok ciddi bir suçlama. Ne demişler tam olarak? Birbaşa hakimə özünüzü hakim yox, prokuror kimi aparırsınız deyiblər və məhkəmənin qərəzli aparıldığını iddia ediblər. Bu xəbərin mənbəyi də Azadlıq Radiosudur. O da müstəqil və müxalif yayım siyasəti ilə tanınır. Anladım. Gerezli yani garazı var, taraflı demek istiyorlar. Anladım. Bu davada epey ses getirecek gibi duruyor. Biraz da dış siyasete bakalım notlarında. Fransa ve Ermenistan arasında imzalanan bir silah anlaşması var. Bəli, bu bölgədəki vəziyyət baxımından əhəmiyyətli bir xəbərdir. Ermənistan və Fransa arasında 274 milyon avro dəyərində silah tədarükü müqaviləsi imzalanıb. Müqavilənin xüsusilə dağlıq ərazilərdə döyüş qabiliyyətini artırılmasına yönəldiyi bildirilir. Bu durum Azerbaycan tarafından yakından takip ediliyordur muhakkak. Neyse, içimizi karartan haberlerden sonra biraz da keyifli bir not var sonda. Bakü'de bir ilk yaşanmış. Bəli, paytaxtımız ilk dəfə Baku tango maratonuna ev sahibliyi edib. Dünyanın müxtəlif yerlərindən Argentina tango həvəskarları Bakıya gəliblər və musiqi ilə rəqsin ahəngindən zövq alıblar. Harika bir haber bu. Savaş ve rüşvet konuşmaktan yorulmuştuk. Dans ve müzik haberi ilaç gibi geldi. Ali, bugünkü notlar için yine çok teşekkürler. Mən təşəkkür edirəm Özlem xanım. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.